Kirayə mənzil axtaranların nəzərinə, kirayə mənzil bazarında bahalaşma nə vaxta qədər davam edəcək? Mənzil kirayələmək üçün ən sərfəli dövr hansıdır? Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bu mövzu ilə bağlı açıqlamasında bildirib ki, hazırda kirayə bazarında qiymətlərin nisbətən aşağı olduğu dövrdür. Ekspertin sözlərinə görə təxminən iyunun 15-dən iyulun sonunadək kirayə mənzil bazarında qiymətlər nisbətən daha münasib olur. Buna səbəb tələbələrin Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdən doğma rayonlarına qayıtmasıdır. Nəticədə kirayə mənzillər boşalır və bazarda təklif artır. Təklifin artması isə qiymətlərin müəyyən qədər sabitləşməsinə səbəb olur. Lakin avqustun ikinci yarısından etibarən vəziyyət dəyişir. Oktyabr ayınadək kirayə mənzillərə tələbat artır, uyğun ev tapmaq çətinləşir və qiymətlər yüksəlir. Buna görə də ekspert hazırki dövrü mənzil kirayələmək üçün ən əlverişli vaxt hesab edir. Bağ evləri bazarında isə vəziyyət fərqlidir. İyunun 15-dən avqustun 15-nədək olan dövr bu segmentdə ən bahalı vaxt sayılır. Qiymətlər əsasən tələbatdan və evin yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Elnur Azadovun sözlərinə görə Bakıda ən ucuz kirayə mənzillər əsasən Abşeron rayonu, Qobu və şəhərin kənar qəsəbələrində yerləşir. Bu ərazilərdə bir otaqlı mənzillərin aylıq kirayəsi orta hesabla 200 manatdan, 2 otaqlı mənzillərin kirayəsi təxminən eyni qiymətdən, 3 və 4 otaqlı mənzillərin kirayəsi isə 300 manatdan başlayır. Şəhər mərkəzinə yaxınlaşdıqca qiymətlər də artır. Hazırda ən yüksək kirayə qiyməti əsasən Sibriz, Ağşəhər və paytaxtın mərkəzi hissəsinə müşahidə olunur. Sibrizdə aylıq kirayə qiymətləri təxminən $1000-dan, Ağşəhər və şəhər mərkəzində isə 700 manatdan başlayır.